Salam, hər vaxtınız xeyir. Növbəti dərsimizə xoş gəlmisiniz. Bu dərsdə isə biz istifadəçiləri idarə etmək və istifadəçilər haqqında məlumat əldə etmək üçün istifadə etdiyimiz əsas əmrlərlə tanış olacağıq. Əvvəlki dərsdə biz ümumi Kali Linux interfeysi ilə və ilkin əmrlərlə eyni şəkildə tanış olmuşduq. Bu dərs isə yeni istifadəçi yaratmaqdır. İstifadəçilər, proseslər və qruplar haqqında məlumat əldə etməkdir. Buna bənzər digər əmrlərlə eyni şəkildə tanış olmuş olacağıq. Bundan öncəki dərsdə qeyd etdiyim kimi mənimlə birlikdə praktik eləsəz, eyni şəkildə sizin də əliniz komandlar üçün daha çox öyrəşmiş olacaq. Odur ki, istəyirsiniz başlayaq. Xatırlayacağınız üzrə keçən dərs biz sudo əmrini istifadə edərək root istifadəsini keçid etmişdik. Root istifadəsindən çıxmaq üçün exit əmrindən istifadə edə bilərsiniz. Daha sonra terminalı təmizləmək üçün də eyni şəkildə clear əmrindən bir daha istifadə edə bilərsiniz. İlk olaraq gördüyünüz kimi bizdə burada who əmrindən istifadə olunub. Who əmrindən istifadə edərək hal-hazırda sistemdə loqin olan belə deyim, yəni sessiyası olan istifadəçiləri görə bilərik. Məsələn, gördüyünüz kimi hal-hazırda maksimal istifadəsini burada eyni şəkildə görmüş oluruq. Daha sonra V əmrindən istifadə edərək də eyni şəkildə istifadəçi haqqında məlumat əldə edə bilərik. Burada istifadəçinin daxil olduğu zamandır. Eyni şəkildə neçə dəqiqədə aktivdir və digər buna bənzər məlumatları da eyni şəkildə görə bilirik. Daha sonraki hissədə isə biz ID-dən istifadə edərək qruplar və istifadəçilərin ID-sini əməliyyat sistemində görə bilirik. Məsələn, gördüyünüz kimi mənim sistemdə hal-hazırda bu istifadəçilər və bu qruplar mövcuddur və onların spesifik ID-ləri qeyd olunan belə deyim nömrələrlə təsvir olunur. Daha sonraki hissədə bizdə groups username var. Groups yazdıqdan sonra biz spesifik istifadəçinin adını yazanda həmin istifadəçinin əlavə olunduğu qrupları eyni şəkildə görə bilirik. Məsələn, mən bura gəlsəm, groups yazsam, sonra da istifadəçi adım olan maximize əlavə eləsəm, yazdıq. Maximize əlavə eləsəm, hal-hazırda maximize istifadəçisinin aid olduğu bütün qrupları detallı şəkildə görə bilirəm. Daha sonra eyni şəkildə groups root yazanda isə eyni şəkildə root istifadəsində aid olduğu qrupları eyni şəkildə görə bilirəm. Yəni root istifadəsi əsas root qrupundadır. Daha sonraki hissədə biz password yazaraq eyni şəkildə istifadəçinin parolunu dəyişə bilərik və sudo add user new user və sudo del user daha sonra isə istifadəçi adını yazaraq biz istifadəçi əlavə eləyə və istifadəsini silə bilərik. Bildiyiniz kimi biz Windows əməliyyat sistemində bunu əsasən interfeys üzərindən eləyirdik. Gəlin burada terminal üzərindən istifadəçi yaratmaq və istifadəçi silməyi yoxlayaq. Sudo mən əmrini ilk olaraq icra eləmək istəyirəm ki, hər zaman əmr yazanda bir də belə deyim, sudo əmrindən istifadə eləməyim, birbaşa root istifadəçisi üzərindən icra eləyim. Add user, daha sonra isə əlavə eləmək istədiyim istifadəçinin adını burada qeyd edirəm. Məsələn, mən maximize 0 adlı bir istifadəçi yaratmaq istədiyimi qeyd edirəm. Bunun üçün mənim bir parol əlavə eləməyimi istəyir. Parol daxil elədim. Daha sonra onu təsdiqlədim. Daha sonra məndən istifadəçinin tam adıdır, istifadəçinin nömrəsidir. Buna bənzər məlumatları istəyəcəm. Mən burada sadəcə istifadəçi adını verib daha sonraki hissələri boş buraxacağam. Siz də eyni prosesi təkrarlaya bilərsiniz. Bunları eyni şəkildə boş buraxıram və Y düyməsinə basaraq eyni şəkildə təsdiqləyirəm. İndi mən bir əvvəlki direktoriya qayıtsam və bir daha burada ls əmrindən icra eləsəm, burada gördüyünüz üzrə maksimal 0 istifadəsim yaradılmış oldu. Bu da mənim bayaqki default istifadəsim idi. Burada ls əmrində birazdan danışacağıq. ls əmri hal-hazırda olduğumuz belə deyim folderda olan bütün folderları və yaxud bütün faylları sıralamaq üçün, list eləmək üçün istifadə olunan bir əmrdir. cd əmri change directory deməkdir. Yəni hal-hazırda olduğumuz direktordan başqa bir direktoriya keçmək üçün biz cd əmrindən istifadə edə bilərik. 2 nöqtə dedikdə isə bundan bir əvvəlki direktoriya keçmək istədiyimizi burada qeyd etmiş oluruq. Biz təsdiqlədik ki, burada hal-hazırda 2 dənə istifadəsi var. Daha sonra biz cd maximize istifadəsinə keçid eləyə bilərik. Daha doğrusu yeni yaratdığımız maximize 0 istifadəsinə. Və gördüyünüz kimi hal-hazırda bu istifadəçinin daxilində heç bir məlumat yoxdur. Yeni yaratdığımız üçün heç bir foldera sahib deyil. Mən yenə qayıtmaq istəyirəm arxaya və eyni şəkildə maksimal istifadəsinə qayıtmaq istəyirəm. Daha sonra exit yazaraq mən yenə eyni şəkildə adi istifadəçi kimi prosesləri icra etmək istəyirəm. Deməli, biz bayaq dedik ki, biz del user əmrindən istifadə edərək də eyni şəkildə istifadəsini silə bilərdik. Sudo del user maximize 0 yazırıq və hal-hazırda istifadəsini silmiş olduq. ls yazdıqda və bir arxaya getdikdə bir daha ls yazsaq, gördüyünüz kimi bizim istifadəçimiz silinib, ancaq istifadəçiyə aid folder hələ də qalmış olur. Bu istifadəçinin qaldığı demək deyil, bu sadəcə istifadəçiyə aid olan folder qaldı deməkdir. Bundan sonraki dərslərdə isə biz ümumi faylları silməkdir, fayllar üzərində olan əməliyyatlardır. Bunlar haqqında detallı şəkildə danışacağıq. Bu dərsdə keçirilən mövzuları özünüzdə praktik etməyi unutmayın. Hansısa bir sual yaransa da eyni şəkildə şərhlərdə qeyd edə bilərsiniz. Növbəti dərsdə görüşəndək.